son günlər ölkənin bir sıra bölgələrində məktəblərdə aparılan yoxlamalar ictimai müzakirələrə səbəb olub. Hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən şagirdlərin çantalarına və üzərlərində olan əşyalara baxış keçirmək təhlükəsiz tədbirlərin gücləndirilməsi kimi izah olunur. Bu addımların səbəbləri, məqsədi və tətbiq mexanizmi ilə bağlı suallara aydınlıq gətirmək üçün studiyamızın qonaqları Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı polis baş leytenantı Elbrus İbrahimov və məktəbə qədər və ümtəhsil üzrə Dövlət Agentliyinin Uşaq İnkişafı və Rifahı şöbəsinin müdiri İlahə Rəsulovadır. Biz onlarla həm məktəblərdə təhlükəsizlik məsələlərini, həm də son dövrlərdə baş verən narahat edici hadisələrin, belə deyək, fonunu müzakirə edəcək. Xoş gəldiniz. Xoş gördük. İlahə xanım, ilk olaraq sizdən başlayaq. Bir pedaqoq kimi ümumiyyətlə müşahidələriniz nə deyir? Yeniyetmələrdə hüquqa zidd davranışların formalaşmasına təsir edən əsas psixoloji və sosial amillər hansılardır? Təşəkkür edirəm sualınıza görə. Mən amma ilk öncə agentliyin gördüyü işlər bu təhlükəsilə bağlı, sonra sizin sualınıza cavab vermək istəyərdim. Ümumiyyətlə, dərs tədris ili başlamazdan əvvəl şagirdlərin intizam qaydaları təsdiqləndi və bütün məktəblərə göndərildi ki, burada da maddələrdən biri məhz uşaqların məktəbə təhlükəli əşyaların gətirməməsi ilə bağlı olan bir qayda idi ki, bu intizam qaydaları məktəblərin pedaqoji şuralarının təsdiq olundu. Həm şagirdlər, həm valideynlər iclaslarda, yəni sinif iclaslarında sözsüz ki, kim ki iclasa gəlir. Çünki ən böyük bizə narahatlıq olan odur ki, valideynlər iclaslara gəlmirlər. İclaslara gələn valideynlər də bundan tanış oldular. İkinci məsələ, bu təkcə belə deyək, qaydaların göndərilməsi deyil, həm də mütəmadi olaraq monitorinqlərin keçirilməsidir ki, bu həm məktəblər, həm regional təhsil idarəsi, Bakı şəhər təhsil idarəsi, eyni zamanda biz Daxili İşlər Nazirliyinin yeniyetmələrin iş bölməsi ilə də sıx əməkdaşlıq edirik. Və sizin sualınıza gəlincə, niyə baş verir? Bilirsiniz ki, ümumiyyətlə, yaş sindromu deyilən bir şey var və 10-16 yaşda yeniyetməlik dövrünün ilkin və orta bir periodudur. Və bu periodda sözsüz ki, uşaqların artıq belə deyək, uşaqlıqdan gəncliyə keçmək dövrü və s. kimi məsələlər olur və bu dövrdə deməli uşaqlar o digər o dediyimiz negativ hallar nəticəsində populyarlaşan, negativ tərəfdən populyarlaşan uşaqları görüb də özlərində bunu sanki təkrarlayırlar. Amma bu durduğu yerdə belə baş vermir. Bilirsiniz, bu sanki uşaqların onlara ailələrdə görünməməsi, onlara qoyulan sərhədlər, limitlər və yaxud yenə deyirəm, onlarla ünsiyyətin olmamasına qarşı bir etirazdır və onlar sanki özlərini heç bu hadisələri təhlil edə bilməməzlikdən özləri də belə bir qəhrəmanlara, dırnaq arası qəhrəmanlara çevrilməyə çalışırlar. Çünki valideynlər evdə, bilirsiniz, uşaqlarla ünsiyyət saxlamırlar. Anlayıram, müəyyən sosial-iqtisadi problemlər və s. Amma uşaqlarla dərsdən neçə aldın, qiymət neçədir əvəzinə həm də bununla yanaşı, necəsən, necə hiss edirsən. Yəni, onun, bilirsiniz, daxilində baş verən o təlatümləri aydınlaşdırmaq üçün onunla söhbət eləmək lazımdır. İlahə xanım, elə bu istiqamətlə davam edəcəyik. Elbrus müəllim, bəs yetkinlik yaşına çatmayanlar arasında hüquq pozmalarının qarşısının alınması, profilaktik fəaliyyətin sistemli və davamlı şəkildə təşkili niyə məhz bu qədər önəmlidir? Bəli, müasir dövrdə yetkinlik yaşına çatmayanlar arasında hüquq pozmaların profilaktikası yalnız hüquq mühafizə orqanlarının fəaliyyət istiqaməti deyil, həm də cəmiyyətin gələcəyi ilə bağlı strateji əhəmiyyət daşıyan bir məsələdir. Bu sahədə səmərəli nəticələrin əldə olunması təkcə inzibati nəzarət tədbirlərinin tətbiqi ilə deyil, həm də profilaktik fəaliyyətin sistemli, davamlı və real çağırışlara uyğun təşkilini
zəruridir. Apardığımız təhlillər göstərir ki, yetkin yaşına çatmayanlar arasında hüquqa zidd davranışların formalaşmasına təsir edən amillər sırasında ailə daxili nəzarətin zəifləməsi, sosial mühitin mənfi təsirləri, xüsusilə sosial şəbəkələrin qeyri-məhdud və bəzən də zərərli təsir imkanları xüsusi yer tutur burada və son illər müşahidə olunan tendensiyalar onu deməyə əsas verir ki, bəzi hallarda sosial platformalar vasitəsilə zorakılığın, eyni zamanda aqressiv davranışın və hüquqa zidd meyllərin təşviqi yeniyetmələr üçün ciddi risk mənbəyinə çevrilir. Məhz bu baxımdan da yuxarı sinif şagirdlərinin zərərli təsirlərdən qorunması məqsədi ilə ailə, məktəb, polis və vətəndaş cəmiyyəti arasında əlaqəli və koordinasiyalı fəaliyyətin təşkili burada xüsusi əhəmiyyət kəsb eləyir. Yəni burada əsas məqsəd hüquq pozmalara reaksiya vermək deyil, riskləri əvvəlcədən müəyyən eləyib aradan qaldırmaq və daha sonra sağlam və təhlükəsiz mühit formalaşdırmaqdır. İlahi xanım, ümumiyyətlə zərərli vərdişlər, qadağan olunmuş əşyaların istifadəsi, bütün bu negativ amillər məktəbə necə yol açır, necə yol açdı? Əslində, yenə deyirəm, bayaqki məsələnin davamı olaraqdan evdə, siz uşağın ümumiyyətlə cəmiyyətdə görünməməsi məsələsi, o yenə gəlir yaş böhran dövrünə ki, bu dövrdə uşaqlar nə etdiklərini həqiqətən anlamırlar deməzdim. Yəni, onu təhlil edib də düzgün qərar verə bilmirlər. Bu, onların bioloji inkişafı ilə bağlıdır ki, beyindəki müəyyən mərkəzlər var. Onlar hələ tam inkişaf etmədiyinə görə, onlar bunu özləri üçün təhlil edib də bunun pis, bunun yaxşı olduğunu başa düşmürlər. Empati hissləri yoxdur. Amma bunların formalaşması da yenə deyirəm, həm məktəbdə, həm evdə daha doğrusu. Birinci evdə, sözsüz ki, valideynlər tərəfindən, sonraki halda isə həmçinin məktəbdə. Məsələn, biz psixoloqlarla görüşürük. Məsələn, belə bir məsələ var da, uşaqlar məktəbə gəlir, dərsə gedir, dərsdən dərhal valideyn evə aparır da uşağı və yaxud saat 2-dirsə evdə olmalıdır. Amma psixoloqun da uşaqlarla məşğul olması üçün bir vaxt lazımdır da, elə deyilmi? Bu vaxtda ən az uşaqlarla söhbət falan, bu saatı onlara imkan verilmir ki, uşaqlarla hər hansı bir söhbətlər və s. aparılsın. Düşünmürəm ki, İlahi xanım, bu bütün valideynlərə şamil etmək olar bunu. Yox, bütün deyil, amma baxın da, biz risk qrupunda olanlardan danışırıq. Daha çox, məsələn, iclaslara gəlməyənlər. Bax, indi hal-hazırda bizim valideyn konferanslarımız gedir. Həm regionlarda, həm Bakıda. Bu da bir şansdır ki, valideynlər o mesajı ötürülməsi. Amma həmişə biz görürük ki, bu iclaslara, bu valideyn konferanslarına daha çox, belə deyək də, nümunəvi şagirdlərin valideynləri gəlir. Yenə deyirəm, bunun bir çox səbəbləri var. Yəni, ola bilər valideynlər işləyirlər və yaxud bəziləri yenə də bilirsiniz, uşağa etinasız münasibət. Onlar düşünürlər ki, uşaq belə öz-özünə belə yabanı bitki kimi böyüyəcək. Yəni, onunla, bilirsiniz, necə deyim, yenə deyirəm, bax, ünsiyyət, uşağın öz daxilində olan problemləri söyləməsi üçün güvənli insanların olması bu çox vacibdir. Və bunu evdə tapa bilmirsə uşaq və məktəbdə ən azı valideyn evdə gəlir bunun bilmirsə həlli yollarını, məktəbdə psixoloqlar var, müraciət eləyə bilər ki, necə edək ki, birlikdə bu uşağın həmin o daxilində olan problemləri, negativlərin həlli yolunu birlikdə çözək. Müraciət yox, iclasa gəlmir və yaxud dərsdən sonra qoymur, qalmaq və s. Yəni, bu hallar mövcuddur. Elbrus müəllim, bəs Daxili İşlər Nazirliyində keçirilmiş kollegiya iclasında bu sahə ilə bağlı hansı əsas tapşırıqlar müəyyən edilib və son illərdə məktəblərdə keçirilən bu maarifləndirici tədbirlərin nəticələri ümumiyyətlə necə qiymətləndirilir? Bəli, doğru vurğuladınız. Qeyd eləmək lazımdır ki, Daxili İşlər Nazirliyində keçirilmiş kollegiya iclasında bu məsələlər geniş müzakirə olunmuş, cəmiyyəti narahat edən problemlərin sistemli həlli istiqamətində konkret tapşırıqlar verilmiş və aidiyyatı struktur qurumlar qarşısında icrası zəruri olan vəzifələr qoyulmuşdu. Xüsusən yetkinlik yaşına çatmayanların hüquqa zidd əməllərdən çəkindirilməsi məqsədi ilə profilaktik işin gücləndirilməsi
gücləndirilməsi, onların sosial şəbəkələrin zərərli təsirlərindən qorunması, təhsil müəssisələrində maarifləndirmə tədbirlərinin genişləndirilməsi, eyni zamanda valideynlərlə müntəzəm olaraq izahat işlərinin aparılması və fərdi yanaşma əsasında xüsusi uşaqlar var ki, risk qrupuna daxil olan uşaqlarla, yeniyetmələrlə işin təşkili başlıca istiqamətlər kimi müəyyən edilib. Təkcə son 5 ildə ərazi orqan rəisləri və digər vəzifəli şəxslər tərəfindən orta məktəblərdə 6000-ə yaxın görüşlər keçirilib və həmin tədbirlərdə yeniyetmələrə narkomaniyanın zərəri, kiber təhlükələr, zorakılığın və erkən nikahın hüquqi məsuliyyəti barədə ətraflı məlumatlar verilib. İlahi xanım, elə məktəblərdə aparılan bu tədbirlərdən, profilaktik tədbirlərdən söz düşmüşkən, ümumiyyətlə bunların, belə deyək, daha maarifləndirici işlər hansı pedaqoji metodlarla aparılmalıdır ki, daha effektiv, daha təsirli olsun? Hər hansı bir yeni metodlar varmı? Yəni? Baxın, əslində, məsələn, bizim məktəblərdə müxtəlif dövlət qurumları tərəfindən belə bir layihələr həyata keçirilir. Həm narkomaniya qarşı, erkən nikah və s. və biz həmişə dövlət qurumlarından xahiş edirik ki, bu daha çox uşaqlar üçün praktik olsun. Yəni, onlar çox böyük deyirlər də otursunlar saatlarla mühazirəyə qulaq assınlar. Amma bunu daha praktik, hansı ki, video çarxlarla göstərsələr, bu uşaqlara daha yaxşı çatan mesajlar olacaq və oradan da onlar özləri üçün həmin məsələləri götürəcəklər. İkinci bir məsələ, biz məktəbdən kənar fəaliyyətlər və dərsdən kənar fəaliyyətlər deyə də bunları da çox təşviq edirik ki, məsələn, uşaqlarla belə deyək, müxtəlif idman yarışlarının keçirilməsi, yaradıcılıq müsabiqələrinin keçirilməsi. Bu, bilirsiniz, çünki məktəbdən kənar fəaliyyətlər də məhz sosial, emosional bacarıqların inkişafına töhfə verir ki, öz növbəsində bunlar həm uşaqların akademik nailiyyəti ilə yanaşı, həm də davranışlarına, onlarda empati hissinin formalaşmasına. Yəni ki, xüsusi bir riskli qruplar da var orada, İlahi xanım. Bəs onlarla bu əlaqələr necə qurulur? Hansı spesifik cəhətlər varmı? Baxın, əslində biz çalışırıq ki, məktəbdə biz o risk qrupuna daxil uşaqları tam da o birisi qrupdan ayrılır. O biraz da diskriminasiya olar. Həm də uşaqlar özlərini çox da yaxşı hiss eləməzlər. Amma qrup içində o mesajları çatdıranda, o praktik işləri görəndə mən əminəm ki, heç olmasa risk qrupunda olan uşaqların hamısı da olmasa bir 50-60% oradan özlərini bir mesaj götürəcəklər. Ona görə biz çalışırıq, yenə deyirəm, məktəbdən kənar olan fəaliyyətlər olsun, layihələr olsun. Bu şeylərə də onları yönləndirək ki, uşaq öz tanınma hissini zorakılıqda deyil də məhz səhnədə, məsələn, teatr tamaşası göstərib də məktəb daxilində orada eləsin. Və yaxud yaradıcılıqda, çünki bilirsiniz, incəsənət özü də ünsiyyət və kommunikasiya vasitəsidir. Uşaqlar bəzən sözlə deyə bilmədiklərini rəsmlə və s. ifadə edirlər. Və bu da bir önəmli bir məsələdir ki, biz onlara yönlədək ki, ən azı içində olan o narahatlığı, o rəsmlə, hansısa bir keramika və s. kimi incəsənət vasitələrindən onunla göstərsin öz daxili narahatlığına. Elə İlahi xanımın sözlərindən də elə çıxdı ki, biz gördük ki, artıq hər bir qurumun, hər bir valideynin üzərinə təbii ki, böyük bir məsuliyyət düşür, ümumilikdə cəmiyyətin. Bəs bu halda sizin tövsiyələriniz nədən ibarət ola bilər? Tövsiyədən öncə bir məlumatı da deyim ki, yəni polis əməkdaşları məktəblərin ətrafında asayişin təmin olunmasında, eyni zamanda şagirdlərin təhlükəsiz gediş-gəlişinin təmin edilməsi və qabaqlayıcı müdaxilə tədbirlərinin gücləndirilməsini diqqət mərkəzində saxlayır. Müvafiq sahədə polisin rolu yalnız hüquqa zidd hüquq pozuntularının qarşısını almaq deyil. Polis eyni zamanda cəmiyyətdə təhlükəsiz davranış mühitinin formalaşdırılmasında, gənclərin düzgün istiqamətləndirilməsində və ictimai etimadın möhkəmləndirilməsində mühüm institutlardan biridir. Yəni hesab edirik ki, yalnız burada siz də dediyiniz kimi aidiyyatı qurumların və cəmiyyətin birgə, daha sonra əlaqəli və məsuliyyətli fəaliyyəti ilə effektiv nəticələr əldə etmək olar. Yəni bu istiqamətdə hər bir qurumun, hər bir valideynin və bütövlükdə cəmiyyətin üzərinə böyük bir məsuliyyət düşür. Təbii. Təşəkkür edirik hər birinizə. Çox sağ olun gəldiyiniz üçün, suallarınızı cavablandırdığınız üçün.